Fəxrullah Bayram Məhəmmədoğlu, Texnika elmləri doktoru, professor, Ekoenergetika Akademiyasının hərbi üzvü. Hazırda Azərbaycan Texnologiya Universitetinin Avtomatika və İnformasiya Texnologiyaları Kafedrasının professoru işləyirəm. Mən ilk dəfə elmlər namizədi olduqdan sonra Elmi Tədqiqat İnstitutlarında işləmişəm. Sonradan Özəl Ekologiya Universiteti açılıbdır. Orada mexanikiləşdirmə kafedrasında, sonradan da yol hərəkəti və mexanikiləşdirmə kafedrasında professor vəzifəsində, sonradan kafedra müdürü işləmişəm. Bundan sonra universitet bağlandı və bağlanandan sonra Azərbaycan Dövlət Aqrar Universitetinin deməli, yol hərəkətinin təşkili və avtotraktor kafedrasında professor vəzifəsində işləmişəm. 2006-cı ildən Texnologiya Universitetinə gəlmişəm. Əvvəl professor, sonra kafedra müdürü və sonra elm və texnika üzrə prorektor işləmişəm. 2007-2013-cü ilə qədər. 2013-cü ildən bugünkü günə qədər Avtomatika və İnformasiya Texnologiyaları Kafedrasında professor vəzifəsində işləyirəm. Ən yaxşı dövrləri hesab edirəm ki, mənim elm və texnika üzrə prorektor olduğum dövrlərdir və bu ərəfədə mən universitetə daha çox fayda verməli olmuşam. Mən kənd təsərrüfatının mexanikiləşdirilməsi üzrə deməli, həm namizədli dissertasiyam, həm də doktorluq dissertasiyam olubdur. Birinci, biçən aparatlarda işin və keyfiyyətinin yüksəldilməsi üçün elmi tədqiqat işi aparmışam və biçən aparatlarda hidrolik mühərriklərdən istifadənin həm nəzəri, həm də praktiki elmi tədqiqat işlərini aparıb və müdafiə eləmişəm. Və sonraki doktorluq dissertasiyasında bütün kənd təsərrüfat maşınlarında hidravlikanın tətbiqi metodikalarının deməli, əsasını işləmiş və doktorluq müdafiə eləmişəm. 1970-ci ildə kandidatlıq dissertasiyanı müdafiə etmişəm. İkinci mərhələ deməli 1990-cı ildə 20 ildən sonra deməli doktorluq dissertasiyası. Namizədlik dissertasiyasının və doktorluq dissertasiyasına baxmayaraq ki, mən Moskvada Ümumi Kənd Təsərrüfatı Maşınqayırma İnstitutunda deməli yerinə yetirmişəm. Namizədlik dissertasiyasını Gəncədə və doktorluq dissertasiyasını Tiflisdə müdafiə etmişəm. Mən həm rəssamam, həm şairəm, həm musiqiçiyəm, mən tar çalanam. Bunların hamısı deməli uşaqlıqdan öyrənmişəm və lap uşaq vaxtında. Çünki ailədə bizim ailənin hamısı deməli musiqiçi olub, atam da bunlara çox maraq göstərən olub. Və rəssamlığı da mənim qardaşlarım da özündə hamımıza, yəni dediyim sənətlərin hamısı onlarda da var, amma məndə də var. Mən intihası elə bir ki, mənim imkanım olub bunları daha geniş deməli üzə çıxarda bilmişəm. Universitetdə oxuyanda 62-ci, 63-cü ildə Gəncə üzrə gənclər arasında birinci yeri götürmüş və o vaxtki Sovet dərəcəsinə görə ikinci dərəcəli Roma güləşçisi dərəcəsinə layiq görmüşəm. 63-cü ildə şahmat üzrə birinci yeri götürmüşəm və orada da ikinci dərəcəli veriblər, birinci yeri görə. Şəhər üzrə keçirilən gənclər arasında birinci yeri götürmüşəm. Mənim 300-dən çox elmi əsərim var və 10 patentim, 6 respublika və ittifaq əhəmiyyətli səmərəli təklifim var. Və onlar hamısı geniş tətbiq olunur. Məsələn, mənim OVM-in çiləyici belə bir deməli, zərərverici xəstəliklərinə qarşı mübarizə institutunda
işləyəndə mexanikiləşdirmə şöbəsində belə bir hibrid deməli çiləyici düzəltdim. O markası da OVN-in, o vaxtlar Rusca idi, ona görə adı belədir. Опрыскиватель ventilyatorunu Navesnoy. Bu deməli əgər o vaxtları bütün çiləyicilər cəmi cümlətanə 5 gündə 5, 6, maksimum 7 hektar iş görürdüsə, bu çiləyici deməli 1000 litri hardasa nahara qədər doldurur və 10 hektarı vururdu. Və deməli nahardan sonra da iş müddətində 10 hektarı 20 hektara qədər vururdu. Məhsuldarı çox yüksək məhsuldarlıq. Və o cürdə mən 7 texnika mənim rəhbərliyimlə düzəldilib və onların hamısı dövlət sınağından keçirilib və tətbiq olunubdur. Məsələn, 1970-75-ci illərdə mənim o vaxtları düzəltdiyim texnikalara hər il verdiyi iqtisadi səmərə 2 milyon manatdan çoxudur. Mən sizə maraqlı bir şey deyim, bəlkə də elm aləmində çox adam bilmir. Deməli, mənim o OVN-in düzəltdiyim 1 milyondan çox dövlət sınağından keçmişdi. Bütün respublikada tətbiq olunurdu. 1 milyondan çox deməli xeyir verirdi respublikaya. Əgər bir ixtira Sovetin vaxtında bir ixtira 1 milyondan çox xeyir verirsə, onda o adama heç doktorluq dissertasiyası yazmadan texnik elmlər doktoru verə bilərdilər. Amma mənim o işlədiyim doktorluq dissertasiyası o qədər maraqlı, nəzəriyyəli falan olduğu üçün mən onu almadım, yalnız bunu müdafiə eləməli oldum. Mənim namizədlik dissertasiyamda hər 1000 Siroscova kombaynın illik verdiyi xeyir dövlət sınağından keçmişdi. 178 min manatıdır. Amma heyrət başından Sovetin vaxtında 35 min buraxırdılar. Doktorluq dissertasiyamda deməli 57-60 min ton bir ildə mən doktorluq dissertasiyanın tətbiqi nəticəsində deməli metala qənaət olunurdu. Və verdiyi xeyir 116 milyon manatıdır o vaxt, Sovetin vaxtında. Mənim doktorluq dissertasiyam, kandidat dissertasiyam bunlar iqtisadi səmərə kimi verir. Sonra, çox maraqlı məsələdir. Mənim deməli təklifimlə Danfoss firmasından, Danimarkadan irəli-geri hərəkətli və fırlanma hərəkətli hidravlik motorlarını alıb, gətirib Omskda zavod tikiblər və ondan istifadə edirlər. Mənim o bayaqçı dediyim o irəli-geridə Moskva Budyonno adına deməli maşın qayırma zavodu var. Orada onun istehsalı verilib və bütün SSR-də istifadə olunub. Mənim elmi tədqiqat işlərimin nəticəsi hamısı istehsalatda tətbiq olub və yüksək fayda verirdi. Mənim rəhbərliyimlə 15-ə qədər deməli namizədlik və doktorluq dissertasiya müdafiə ediblər və müvəffəqiyyətlə müdafiə ediblər və indi də hazırda onlar yüksək nəticələr göstərirlər. Kənd təsərrüfatında istifadə olunan kiçik qabaritli texnikalar üzrə mənim aspirantlarım işlər görürlər. Niyə kiçik qabaritli? Bayaqları qalxoz, savxoz var idi. Ora böyük texnikalar lazımdır. İndi kiçik təsərrüfatlar, şəxsi təsərrüfatlar var. Bunların sahələri, işləri az olduğu üçün onlara kiçik qabaritli texnikalar, ələxüsus heyvandarlıq sahəsində belə, məsələn, dən xırdalayan maşınlar. Balaca, elə stol boydadır, görür, bir 3-4 dənə bunun heyvanı var, ona dəni xırdalayıb vermək lazımdır. Məsələn, otu doğrayıb vermək lazımdır, onu doğrayan. Yəni, bu istiqamətlər olan və kiçik qabaritli texnikalar üzərində işləyir. Onların öz kafedramıza uyğun hökmən avtomatlaşdırması ilə məşğul olur. Müəllimin vəzifəsi öyrətməkdir. Bu gün İKT-dən istifadə ən əsas məsələdir.
Və mən bütün dərslərimin hamısı İKT-dən istifadə edərək deməli, tətbiq edirəm və tələbələrə deyirəm. Orada həm başa salmaq yaxşıdır, həm də fikrini çatdırmaq yaxşıdır. Görüntü bir var eşitmək, bir də var görüntü olmaq üçün tələbə yaddaşında saxlaya bilir və çox materialı az bir müddətdə çatdırmaq olur. Bizim kafedrada aparılan elmi tədqiqat işləri və tələbələrimizə öyrətdiyimiz təcrübə işləri bilavasitə Gəncə Telekommunikasiya Mərkəzində aparılır və orada bilavasitə uşaqlar görürlər, götürürlər və o müsbət təsir edir. Hazırda bu saat tədqiqat işləri İKT sahəsinin ayrı-ayrı sahələrdə tətbiqi ilə məşğuldurlar. Avtomatlaşdırmada birinci növbədə gərək mexanikləşdirmə elə ola ki, onu avtomatlaşdırma mümkün olsun. Ən çətin məsələ mexanikləşdirməni avtomatlaşdırmaya uyğun eləməkdir. Belə olanda avtomatlaşdırma sənaye sahəsində də və digər maşın qayırmada falan da hələ də bu səviyyə, onu yüksək səviyyəyə gətirib çıxa bilmirlər. Aspirantlarıma və doktorantlarıma elədiyi işlərdə hökmən avtomatik o qurğuları elə düzəltməlidirlər ki, onlar avtomatikaya uyğunlaşa bilsin. Ümumiyyətlə, gənclər indi hamısı savadlıdır. Amma hansı sahədə? Ələxüsus deməli, bu informasiya, kommunikasiya texnologiyası sahəsində bunlar çox güclüdürlər. Tələbəyə elə belə kitabda yazılanı deyirsənsə, tələbə qulaq asmır. Tələbəyə onun elmi əsaslarını izah elə, o saat hamı qulaq asır. Çox adam şikayət edir ki, tələbə qulaq asmır. Bax, belədir. Mən bir balaca görürəm qulaq asmında, o saat çövürürəm elmi tərəfinə, fırlayıram və onu bir də müqayisəli. Bizim avtomatik və informasiya texnologiya belədir ki, burada elə bir şey, yaradılan hər bir şey bilavasitə insanla əlaqədardır. Məsələn, mən hərdən uşaqlara sual verirəm. Deyirəm, bura bax, bizdə avtomatikada deməli, kontrolör var. Abala, o nədən ötəridir? Bir də gərək tələbəyə elə sual verərsən ki, onun beynini at-arxadır. Görürsən ki, bilmirlər. Amma izah eləyəndə bilir. Deyirsən ki, bu bütün o yaratdıqlara nəzarət edir, ona paralel, onu nə düz elədir, deyir, haradasa səhv eləyəndə, o saatsa o kontrolör onu dayandır. Sual verirəm, və insanda bu nətərdir? İnsanda vicdandır. Adam bir işi görəndə, elə bir şey, bir pis iş görməyəndə vicdan ona imkan vermir. O da kontrolör, insanda kontrolördür. İnformasiyaları gedir, müəyyən yaçeykalarda durur, elə mi? Bizdə də ayrı-ayrı faillərdə, filanlarda durur. Biz beynimizdə, deməli, indi burada elementar bir nöqtə yerdə nə qədər informasiya, çox maraqlı məsələdir ki, o öyrəndiyin informasiya gedir, uyğun yerlərdə dayanır. Fizikiyə aid orada, kimiyaya aid buradan, həyata aid burada dayanır. Ona görə də tez tapır. Bunlar alqoritm onların demələri. O sistemdə Lütfüzadə ilk dəfə bu məsələni, indi məsələn Lütfuzadəni çox zaman deyirlər ki, Lütfuzadəni deməli qeyri-səlis məntiq nəzəriyyəsi. Bəs deyirlər ki, bir budur. 6 dənə böyük onun nəzəriyyəsi var. O nəzəriyyələrdən ən birincisi sistemlər nəzəriyyəsidir. Deməli, hər şey sistemli gedir, hərə öz yerində oturur və lazım olanda gedir oradan cavabı gətirir. O cürdə kompüterlər qurulub. Ani olaraq gedir, cavabı gətirir. Tələbələrə bunu izah eləyəndə, bu cür izah edir. Onlar nə qədər maraqla qulaq asırlar və doğrudan da məhz nədən ibarətdir? 2-3 dəfə məni çox yüksək vəzifələrə dəvət ediblər. Mən getməmişəm. Niyə? Çünki mən özümü elm adamı hesab edirəm. Mən rayonda getdim, texnologiya işləyirdim, çox yaxşı. Sonra da istədilər, ikinci katib dedilər. Mən oradan çox böyük çətinliklə aralandım, buraxmaq istəmirdilər. Getdi, aspiranturaya getdi. Doktorski ərəfəsində mənim mərkəzi komitəyə apardılar.
Daha məni dəvət edib, bu otaqdan o bir otağa keçib, ərizəni yazıb, o faza keçsəydə mənə yüksək bir vəzifə verirdilər. Mən deyəndə mən dedim, yox, mən doktorluq müdafiə eləməliyəm, mən getmirəm. Yəni, bilirsiniz, insanı, mən elə bil ki, mən elm üçün yaranmışam. Mənim atam, özü savadlı olur. Daima mənim müvəffəqiyyətlərimlə fəxr edib və oxuyanda da daima mənə sual cavabına filanla deməli kontrollluq edibdir. İkincisi, aydın məsələdir, o evlənəndən sonra sən öz həyat yoldaşına o imkan yaradıb ki, mən işləyəm. Bəzən bunu ignorayırıq, yəni belə şeydirlər, çox böyük məsələdir. Və indi mənə bir dənə otaq veriblər evdə. 4-ün 5-ə 3 metr 80 santimdə hündürlüyü. 1000-dən çox kitabım var. Hara mən onu qoyardım. Hələ o demirəm özümün yazılarım filanın bəşməkanı. Özdə o kitabxanamda bütün sahələrdən, deməli, musiqi ilə əlaqədar olaraq, yəni sonra rəssamlıqla əlaqədar olaraq və yaxud da ayrı-ayrı, məsələn, idarə etməklə, məsələn, idarə etmə özü, indi bu saat idarə etmədən mən dərs deyirəm. Mən 3 il institut qutarmışam. Kənd Təsərrüfat İnstitutunun Mexanikiləşdirmə Fakültəsi, sonra Patentşünaslıq İnstitutunun Gəncə filialının deməli qutarmışam və bir də o vaxtları var idi, Azərbaycan Respublika Komünist Partiyasının yanında Marksizm-Leninizm İnstitutu vardı, onun da burada filialı vardı, onu da qutarmışam. Üçün də deməli fəxrlənmə diplomu ilə. Yalnız bizə 5 aşağı qiymət aldığım orta məktəb oxuduğumda ingilis dili və rus dilindən olubdu. Mən hətta aspirantura yerində net-yesti bilmirdim instituta gələndə. Amma rus dili müəlliməsi dedi ki, bayram belə geçsə mən sənə 2 verəcəm. Amma mən hər gün, deməli, saat 10 ilə 11-in arasında Molodyoz Azərbaycan var idi o vaxtları. Bir də Azərbaycan gəncləri qəzetləri var idi. Oradan onu oxuyurdum, bir-birinə müqayisə edirdim. 10 ilə 11-inə hər gün. Və o cürdə rus dilini öyrənməyə başladım. Sonra doktorluq, indi mənim 3 dənə xaricdə rus dilində kitabım çıxıbdı. Biri burada çıxıbdı. Основы гидрофикации рабочих органов сельскохозяйственного. Biri elmi rəhbərimin özü çıxardıb gətirdiyi kitabdır. Biri də deməli Almaniyanın Qolver şəhərində Avropa Elmlər Akademiyasının, Avropa Elmlər Akademiyasının Tımşinski onun prezidentidir, onun rəyi veribdi. Orada kənd təsərrüfat maşınlarının hidrofikləşdirilməsi deməli kitabı çıxıb. 300-dən çox elmi məqalə, tezis, yəni hamısı bunun içindədir. Onlardan da hardasa başda bir 60-dan çox rus dilindədir, bilavasitə xaricdə, Almaniyada, sonra Danimarkada, sonra İtaliyada. Mənim 21 dənə kitabım var. Onlar müxtəlifdir, müxtəlif vaxtlarda müxtəlif işləyəndə. 3 dənə dərs vəsaitimlə dərs deyirlər. Bir dənə nəqliyyat vasitələrinin təhlükəsizliyi və nəqliyyat vasitələrinin deməli avtotexniki ekspertizası. Bizdə burada deməli maşın qayırma kafedrası var. Orada onun dərsini deyirlər. Deməli, mən 1942-ci il təvəllüdəm, indi 73 yaşım var. Yəni, həqiqi mənada elə bir yaş və o Sovetin vaxtında çox şeylər, mən Türkiyədə filanda, hamısı da yüksək səviyyəli tərkibdə olmuşam. Məsələn, Türkiyə gedəndə traktor seçib gətirmək Respublika üçün. Sonra Moskvada kənd təsərrüfat texnikası ilə kimlərlə mən getmişəm. Mərkəzi Komitənin deməli katibi İsa Əliyeviçlə və bizim nazirimiz Musa Salamoviçlə
onun deməli köməkçisi ilə və 4 nəfər və o gəlib burada böyük bir Zaqafqaziya Dövlət Maşın Sınaq Stansiyası, indi Azərbaycan Dövlət Maşın Sınaq Stansiyası. Orada böyük bir deməli kənd təsərrüfat texnikasının sərgisi olubdur. Əgər hər kəs ki, elmlə məşğul olursa, deməli bu məsələləri bilməlidir. Birinci, mənim o vaxtları Znaniya cəmiyyəti vardı. SSR-nin vaxtında 70-ci, 80-ci illərdə ələlxüsus 2 dənə məruzəm vardı. Bunlar çox böyük məruzələrdir və onlara ona görə orada mənə təşəkkürnamələr falanlar. Biri Znaniya cəmiyyəti idi. Akademik Artabalevski onun sədri idi. O bütün SSR üzrə. Orada da elə belə məruzələr, mühazirələr gedirdik, oxuyurduq. Ayrı-ayrı yerlərdə, agitasiya falan. Və biri də İşlinski, elm və texnika üzrə. Onlar ikisi də, 2 belə böyük komitetidir. Və oradan mənim bir leksiyamın biri, hansıda yığılırdı cəmaat, biz təzə gələndə özü universitetimizdə də onu bir dəfə oxudum. Deməli, nədən ibarət idi? Elm haqqında elm. Hamı bilir, elm. Elm haqqında elm, mənim bir 40 dəqiqəlik, 1 saatlıq leksiyam var. Yəni, məruzə edə bilirəm. Elm nədir? Kim elmlə məşğul ola bilər? Kim məşğul olsa, müvəffəqiyyət qazana bilər. Nə olsun, gəlir, elə gəlir, gedir. Elə yoxdur. O qədər ona görə deyil, çox adamlar var, amma əsl elm adamı elə deyil. Sonra ikinci məsələ, demək, kosmik uçuşlar və biz niyə uzağa uça bilmirik? Çox maraqlı. Bunlar elə onların diqqətini cəlb eləmir. Həmişə mənə təşəkkürnamə, belə göndərir. Dənilən normal adam elmlə məşğul ola bilər. Amma alimin alim olmaq üçün bax aşağıdakı şərtlər lazımdır. Birinci, əməksevərlik. İkinci, nəzəri hazırlıq. Üçüncü, cəsarətli elmi fantastika. Ona Rusda derskaya nauşnaya fantaziya. Fantaziya eləyə bilməyən adamlar, yəni elə fantaziya yox, belə müəyyən elmə eləyən o böyük elmə çata bilməz heç zaman. Əlaqələndirmə bacarığı, kommunikasyon kommunikasiya, yəni hansı elmi hansı ilə eləmək lazımdır. Sonra məqsəd yönlülük. Sən bir dənə məqsədi qoyursan, o tərəf, bu tərəf, sən o məqsədə çatmaq üçün ona Ruslar seleustrumlyonnost deyirlər, çox maraqlı şeydir. Ünsiyyətçilik. Adam var ki, elm eləyir, ya birdən ixtira elə, deyir ki, bunu başqa adam birdən birər götürər. Yox, ünsiyyətçilik. Sən əgər biri eləyirsən, onu ünsiyyət eləməlisən. Bəzən görürsən ki, heç qeyri-ixtisas sahibi sənə elə bir sual verir, səndə yeni bir ideya əmələ gəlir. O danışdığın bilirsiniz, ona görə də ünsiyyət çox böyükdür. Və o ünsiyyətçilik görürsünüz, bu konferanslar falan, bəşməkən o ünsiyyətin üstündə qurulub ki, ünsiyyətçilik bu yaxınlarda konferans qutardı. Sonra əməkdaşlıq. Yəni, bir alim o bir alim ilə, o bir iş sahədə olan alimlə əməkdaşlıq eləməlidir. Əməkdaşlıq eləyəndə böyük müvəffəqiyyət əldə edir. O işin müəyyən hissəsi, o işin müəyyən hissəsi. Sonra, o mən oxuduğum 7, əslində deyirlər 7, yox 17, 27, 107, bax belə, yəni çox güzel. Amma əsası o 7-dir. Mən bir dənədir özüm, bütün bu o 73 ildə olan fəaliyyətimlə əlaqədar qeyd edirəm ki, olmalıdır müşahidəçilik qabiliyyəti. Müşahidə, böyründə proses gedir, üstündən keçirsən, amma ora diqqət eləyib, onu müşahidə eləyib, niyə belə eləyir, bu sən elm adamısın. Ona görə, sonra alimin alimliyi onun metodikasındadır. Eyni bir işi siz də götürərsiniz, mən də götürərəm. Eyni adda, eyni nəticəyə gələrik. Amma
Sən bir metodik oynayırsan, mən bir metodik oynayıram. Bu cür sənə də kandidat nağıq verəcəklər, mənə də. O SSR-nin vaxtında da var, indi bizdə də var, bütün dünyada da elədir. Yəni bunu deyirəm ki, bu cavanlar da bilsin, o elmin dalınca gedənlər də bilsin. Sonra, bəzən ixtiranı elminlə qarışdırırlar. İxtira elm deyil. İxtira texniki həldir. Это техническое решение, texniki həldir. Yəni, bu elm deyil. Bu belə idi, buna nəsə elədim, belə oldu. Bu ixtiradır. Amma elm tamam başqa şeydir. Müəyyən qanuna uyğunluq. O prosesdə müəyyən bizə məlum, bu indiyə qədər məlum olmayan müəyyən qanuna uyğunluqdur. Məsələn, əvvəllər də quşlar, köçəri quşlar müşahidə edirdi. Nətər, məsələn, Ərəbistandan gəlir Azərbaycana və ya da şimalı keçib gedir. Nə edirdilər? Ona nəsə yapışdırırlar, qulağına, ya ləyinə, ya lələyinə zadı edib buraxırdılar, uçanda ucu bəyə. Bu bir metoddur. Ona da kandidat verərlər öyle işə. İndi nə edirlər? Bir balaca elektron siqnalizatoru qoyur, elektrondur. Gedir, harda oldusa siqnalı verir, o da ayrı-ayrı yerə də ayrı-ayrı vaxt olur. Gözüm bu da bir, deməm, buna da kandidat verərlər. Mən indiki gəncliyi sevirəm. Həqiqi mənə və onlara çox hörmətlə də yanaşıram hər dəfə. Həmişə deyirəm, bugünkü gənc sabahları səndən çiyin-çiyinə. Ya yoldaşdır, ya da hələ səndən də yuxarı vətənə qulluq edən vətəndaşdır. Bu nöqteyi nəzərincə müəllimlər də həmişə, mən deyirəm ki, müəllim tələbənin dostu olmalı və onu öyrətməli və çalışmalıdır və elə öyrətməlidir ki, gənclərin özlərinə nə məsləhət görürəm. Mən onlara həmişə deyirəm ki, elm, savad, hardan başlasan, elə oradan da davam edib yüksəyə gedə bilərsən. Hardan başlasan, bugün yaxşı oxumurdu, eləmi? Mən bunlardan misal da göstərəm. Bugünə qədər yaxşı oxurdum, birinci, ikinci. Əgər üçüncü kursun ikinci semestrindən o başlasa ki, iminlə oxusun, yaxşı oxusun falan, elə o momentdə daha əlacı ola bilər. Yəni, bu insanda verilir psixoloji və o insanın imkanları var. Və onlara məsləhət görərdim ki, daima, ümumiyyətlə, nə qədər çox savadın varsa, bil ki, sən bir o qədər, hələ bizim Quran-ı Kərimdə də bir o qədər Allaha yaxınlaşırsan və bir o qədər kamil insan olursan. Ona görə də kamillik üçün daima öyrənmək lazımdır.